Çinin ruh şəhərlərə çevrilmiş olan 5 mega şəhəri. Ruh şəhərlər nəyə deyilir? Bu, Çinin əhalinin sıxlığını azaltmaq üçün həyata keçirdiyi mega şəhər layihələri idi ki, həmin şəhərlərə əhali köçmədi və bu şəhərlər tədricən ruh şəhərlərə, boş şəhərlərə çevrildilər. Bunlar hansılardır? 1. Kowloon şəhəri. Kowloon şəhəri Böyük Britaniya tərəfindən Hong-Kong yaxınlığında tikilən 19-cu əsrin sonlarına olan bir sənaye proyekti idi. Lakin nəinki sənaye alınmadı, hətta əhali ora köçmədi. İllərlə boş qalan şəhər 1993-cü ildə silindi və söküldü. İkinci şəhər Ordos Kambaşı şəhəri. 2004-cü ildə Çin tərəfindən daxili Monqolistanda çinlilərin köçürülməsi üçün yaradılan bir şəhər idi. Lakin əhali ora köçmədi. Cəmi cümlətanı burada 10 min əhali yaşayır. Üçüncü şəhər Tendusen şəhəri. Şandun ərazisində yerləşən bu şəhər 2007-ci ilin layihəsi, mega layihəsi əsasında tikilib. 1 milyon əhali üçün nəzərdə tutulmuşdur. Lakin əhali cəmi 5 min nəfər burada yaşayır. Zavodlar isə boş qalmışdır. Dördüncü şəhər Çengun şəhəri və yaxud Çendun şəhəri deyirlər. Kunmin şəhəri yaxınlığında 2007-ci il layihəsinə əsasən tikilmiş mega layihələrdən biridir. Layihə çox geniş olmasına baxmayaraq, şəhər indinin özündə belə boşdur. Hətta az qala evləri pulsuz verirlər. Və ən nəhayət 5-ci şəhər. Bu şəhər Huasiao şəhəridir. Həmin şəhər Guandun ərazisində yerləşir. 2008-ci ilin layihəsinə əsasən tikilmiş, 2015-ci ilə qədər tikinti davam etmişdir. Lakin şəhərə əhalini köçürdə bilmədilər və layihə boş qaldı.